Herkese salam, xoş gəlmisiniz. Keçin oturun, mənim videomu izləyin. Deməli, bu gün nə edirik sizlə birgə? Bir yerdə tarot nədir, nə deyildi? Tarotu necə istifadə edə bilərik? Və yaxud da ə, tarot nə üçün istifadə olunur? Ya da kartlar haqqında bir məlumat verməli olduğum qərarına gəlmişəm. Buna görə də video çəkirəm. Uzun zamandır əslində rubrika şəklində videolar çəkmək istəyirdim. Amma bunun üçün fiziki enerjim yox idi. Mən də düşündüm ki, özümü yaxşı hiss elədiyim zamanda başlayım. O zaman da məncə bu zamandır. Mən şəxsən tarot haqqında fikirlərimi bəlli eləyəcəm. Bundan sonra kartlar haqqında başlanğıc məlumatlarını, giriş məlumatlarını verəcəm. Və nəzərə alın ki, bu biraz şəklində olacaq, hissə-hissə şəklində bunu deməyə çalışıram. Hissə-hissə videolar çəkəcəm sizə, tarot haqqında bəhs eləyəcəm. Hər gün bir kartı müzakirə edəcəyik. Ora rəylərdə fikirlərinizi yaza bilərsiniz və yaxud da mən şəxsi individual reaksiyalarımı, fikirlərimi verəcəm. Sizlə bölüşəcəm, çünki həm bu yeni tarot oxumaq istəyənlərə kömək ola bilər, həm də mən artıq 6 ildir tarot oxuyucusuyam və yeni məlumatları öyrəndikcə istər-istəməz artıq məlumatları bölüşmə qərarına gəlirəm. Əslində heç planda yox idi, sadəcə birdən-birə düşündüm ki, öncədən belə bir istəyim var idi, niyə olmasın? Həm mənim özümə gəlməyimdə böyük rol oynayar, çünki biraz uzun zamandır video çəkmirəm və aktivləşmək lazımdır. Eyni zamanda özüm haqqında sizə bir məlumat verib, ondan sonra tarot haqqında məlumata keçəcəm. Nəzərə alın ki, mən bir tarot oxuyucusuyam və 6 ildir tarot oxuyuram. Bundan əlavə olaraq 1 ildir matris öyrənmişəm. Numerologiyada mən özümü bildim biləli numeroloqam. 22-23-cü ildə öyrənmişdim mən numerologiyanı və numerologiya həqiqətən ətraflı öyrəndiyim və çox sevdiyim bir sahədir. Yəni məndən tarot seansı, numerologiya seansı və matrisa xəritənizi oxunmağını, analiz olunmağını istəsəz, seans ala bilərsiniz. Bu barədə zaman-zaman ətraflı məlumatlar verirəm. İstər Instagram hesabımda, istər burada, səsli şəkildə və yaxud da mənə fərdi şəkildə yazsaz, mən sizə ümumi, deməli, ətraflı məlumatı verərəm. Əlavə olaraq Instagram hesabımın, TikTok hesabımın, nömrəmin qeyd olunduğu rəylərdə bir yazı var və o yazıdan mənlə əlaqə saxlaya bilərsiniz. Və ya oradan tam olaraq mənə çata bilmirsinizsə və yaxud da ki, çatarsınız, sadəcə məsələn ya probleminiz olar, çata bilmərsiniz, ya da daha rahat bir üsul istəyirsinizsə, rəylərə də yaza bilərsiniz. Fikirlərinizi, düşüncələrinizi, seans istəyirsinizsə əgər, amma Instagramdan və ya WhatsAppdan yazmağınız seans oluşturmaqda kömək edir. Eyni zamanda bir veb saytım var və veb saytda mənlə əlaqəli öz şəxsi deməli, seanslarımla bağlı, seansların sizə nələr qatacağı ilə bağlı, seansların qiyməti ilə bağlı ümumi şəkildə ətraflı məlumat ala bilərsiniz. Onun da linki rəylərdə qeyd olunub. Burada bir milçək var, əsəbləşməməyə çalışıram. Uzun zamandır bu sırğalarımı istifadə eləmirdim. Bugün taxmaq qərarına gəldim, üstündə arı vardı. Və. Birinci, özümü tanıtdım sizə, nə edirəm, bu barədə məlumat verdim. İndi tarot haqqında fikirləri müzakirə edəcəyik bir yerdə. Rəylərdə fikirlərinizi yazmağı unutmayın və əməyimə bir növ balans quraq deyə əməyimi dəyərləndirsəz, videonu bəyənsəz, dostlarınızla bölüşsəz və yaxud da məsələn linki paylaşsaz və yaxud da Instagramda etkileşim versəz, necə istəyirsinizsə, videolarımı bəyənsəz, fikir yazsaz, mənim üçün dəstək nitəliyindədir. Çünki axı əmək verirəm, əməyim qarşılansın kimi düşünürəm. Hər elə bir ki, məlumatın qarşılığında bir dəstək və yaxud da motivasiya verici bir fikir görmək məni xoşbəxt edə bilər. Bu arada bu o demək deyil ki, rəylərdə tamamən yazın, mükəmməl video falan filan, yox. Həqiqətən səmimi fikriniz mənə çox maraqlı gəlir. Ki, bu videonu izləyəndə siz nə yönlü maarifləndiniz və yaxud da nə kimi bir fikir dəyişikliyinə səbəb oldu mənim çəkdiyim video. Və yaxud da sizin nə kimi sualınız var, bunları görməkdən xoşbəxt olaram. Deməli, götürüb bura mən plan yazmışam ki, bu plan ətrafında danışaq, başqa kənara çıxmayım, əhatəli danışıram, çünki danışanda özünüz də bilirsiniz, söhbət açılanda bir mövzudan bir digər mövzuya keçiş olur.
və həm yorucu olmasın, həm də mən özüm də diqqətim dağılmasın deyə plan hazırlamışam. Artıq plana baxaraq danışıram. Deməli, tarot nədir? Tarot bizim bilinçaltını oxumaq üçün, yəni ki, şüur altını oxumaq üçün istifadə etdiyimiz bir vəsaitdir. Hansı ki, bu vəsaiti bu tarixən öncədən gələn, yəni keçmişdən gələn bir vasitədir. Bu vasitəni insanlar, məsələn, psixoloqlar, bu vasitəni həkimlər və yaxud da oyun olaraq istifadə edirlər. Yəni öz, məsələn, müştəriləri üçün və yaxud da öz işlərində bundan səmərəli şəkildə istifadə edirlər. Bu arada ümumiyyətlə bu barədə nə danışacağımı heç düşünmədiyim üçün anda cümlələr qururam. Anda məlumat verəndə, çünki daha ətraflı məlumat verə bilirəm. Və bu, yəni tarot dəstəsi uzun illər boyunca fərqli şəkildə inkişaf eləyib, gəlib bizə çatıb hal-hazırdakı halı ilə. Tarot dəstəsi hər kəs, hər ölkə və yaxud da hər ölkədən, hər regiondan olan insan bu tarot dəstəsini biz ortaya qoymuşuq deyir. Hər kəsin fərqli inancları var, çünki dünyəvi şəkildə yayılıb və məsələn, inanclar var ki, fərqli ölkələr deyir ki, mən özüm şahid olmuşam ki, mənim məsələn, ulu babalarım və yaxud da ulu nənələrim bundan istifadə edirdi. Onlar mənimsəyirlər və yaxud da bir başqa digər məsələn, yer deyir ki, əlaqəsiz bizimdir. Ona görə tam olaraq tarixi dəqiq deyil. Təbii ki, mənbələr var, fərqli mənbələr var, vəsaiti fərqli şəkildə istifadə edən yerlər olub və bu təkmilləşərək zaman formalaşıb gəlib bizim dönəmimizə çatıb. Tarix ifadə eləmək deyəndə də mən tarixi həmişə illərlə və yaxud da faktlarla deyil də hal olaraq çatdırıram insanlara. Tarix dərsində də belə danışırdım, onu xatırladım. Belə oldu falan kimisindən, daha loru dildə. Sonra sizlə nə bölüşə bilərəm? Tarot nədir? Baxın, tarot falla qarışdırılır və nəzərə almaq lazımdır ki, tarot dəstəsini insanlar fərqli niyyətlərlə və fərqli istəklər üzərinə öz həyatlarında tətbiq edirlər. İstər müştərilərinə, istər özlərinə. Baxın, məsələn, bəzi insanlar tarotdan qorxur, düşünürlər ki, tarot açan hamı şeytandır, tarot açan hamı yəni pis niyyətlidir və yaxud da tarot məsələn cini var və yaxud da cadu ilə məşğuldur. Bu tam olaraq belə bir reallığı əks elətdirmir. Niyə? Çünki bilirsiniz, tarotu istifadə niyyət məsələsidir. Bu vəsaiti istifadə edirsinizsə, öz niyyətiniz əsasında formalaşır. Siz əgər bunu pis niyyətlə istifadə edirsinizsə, məsələn, cadu üçün ki, istifadə olunurmu? Olunur, yəni bunu da deyim. Əgər cadu üçün, ritual üçün istifadə edirsinizsə, artıq bu sizin niyyətinizlə bağlıdır. Onu sizə yaxşı təsir edəcək və ya etməyəcək. Amma nəzərə almaq lazımdır ki, öz-özlüyündə belə baxanda bu sadəcə bir kağız parçasıdır. Biz ona məna yüklüyürük, biz ona yanaşırıq və o yanaşımı bizə qaytarır. Ki, bu sadəcə tarot üçün keçərli deyil. Oturun, məsələn, hər hansısa bir şey haqqında negativ düşünün, ona negativ düşündüyünüz, ondan qorxduğunuz üçün bu qorxu sizi narahat edəcək. Yəni, bu hər şey üçün belədir. Yəni, bir şeyə necə baxırsınız, necə yanaşırsınızsa, bu sizin həyatınızda da belə bir rol mənimsəyir və yaxud da yer tutur. Məncə qəşəng cümlə qurdum, şükür. Biraz cümlə qura-qura yavaş-yavaş rahat cümlə qurmağa başlayacağım. Uzun zamanda istədiyim kimi video çəkmirəm deyə arada belə nə deyəcəyimi bilə-bilməyə bilirəm. Çünki heç düşünməmişəm bu barədə. Başqa sizə nə məlumat verə bilərəm bu barədə düşünürəm. Hər kəs bunu fərqli şəkildə istifadə edir. Və siz, bəzi insanlar var, deyirlər ki, tarota açılmamaq istəyirəm. Amma mən qorxuram ki, birdən məsələn pis niyyətlə yanaşılar və yaxud da qorxuram ki, pis təsiri olar. Və yaxud da əmin olmadığım, məlumatım olmadığı bir sahədə bir şeyə əlimi atmaq istəmirəm, onun nəticələrini bilmirəmsə əgər. Bunun üçün sizə belə deyə bilərəm. Əgər hər hansısa bir
seansdan yararlanmaq istəyirsinizsə və yaxud da hər hansısa bir sahəyə marağınız varsa, ilk öncə sizin rəhbəriniz nə niyyətdədir? Sizlə eyni niyyətdədirmi? Buna baxın. Baxın, pis yaxşı deməyəcəm. Çünki pis yaxşı nisbi bir anlayışdır və mənə pis olan sizə yaxşı ola bilər, mənə yaxşı olan sizə pis təsir edə bilər. Ona görə bir seans almadan öncə rəhbərinizi yaxşı şəkildə müşahidə edin və bununla əlaqəli düşünün. Bu insanın paylaşımları, bu insanın düşüncələri sizin düşüncələrinizlə uyğunlaşırmı? Bu insanın ideologiyası sizə uyğundurmu? Bax, bu barədə fikir sahibi olun. Və o zaman siz özünüzə uyğun seans ala biləcəyiniz insanı tapa bilərsiniz. Əgər bir insanı tanımırsınızsa, mən deyərdim ki, bu sahədə direkt şəkildə yönəlməyin. İlk öncə analiz edin. Bu, həm sizin dolandırılmamağınıza kömək edəcək, həm də ki, nəzərə almaq lazımdır ki, reallıqdan danışaq da. Bu sahəni axı həm hər kəs yaxşı şəkildə istifadə edəmir, pis şəkildə istifadə edən var, insanlara heç nə bilmədiyi halda atış gələn insanlar var, daha loru dildə desək. Yəni, zərər almamaq üçün, zərər çəkməmək üçün və doğru şəkildə mənbə öyrənmək üçün ilk başda bir şey haqqında müşahidə aparın. Özünüz bu mövzu ilə bağlı nə düşünürsünüz? Bunu düşünün. Bax, bu tarotda da əsas məsələdir. Siz bir kartla əlaqəli nə düşünürsünüz? Əsas məsələ budur. Nə hiss edirsiniz? Bu, ümumi şəkildə hər şey üçün keçərlidir. Həqiqətən sizə uyğun olan yolu tapmaq istəyirsinizsə, özünüzə fokuslanın. Mən nə istəyirəm? Mən nə hiss bəsləyirəm? Nə düşüncədəyəm? Amalım nədir? Bax, bunları nəzərə alaraq yol tutun. Onda yolunuz uğurlu olacaq. Və yaxud da təcrübəniz daha sizə, necə deyim, inkişaf vəd edəcək. Sizə yaxşı gələcək. Amma bəzən də, məsələn, hər hansısa bir qərarsızlıqda qalırıq və yaxud da nə hansı yol tutmalı olduğumuzu bilmirik. Bunu da nəzərə alaraq deyirəm. Ki, özünüz nə istədiyinizdən əmin olun. Nə sizə xoş gəlməz, ilk başda bunu düşünün, onun tərsini də düşünə bilərsiniz. Mənə bu xoş gəlmirsə, bunun tərsi mənə xoş gələcək olan amillərdən biridir kimi düşünə bilərsiniz. Başqa sizə nə məlumat verə bilərəm? Okey, buna nəzər yetirdik. Tarot faldırmı? Baxın, tarotu hər kəs fərqli şəkildə istifadə edir. Fal baxan da tarot istifadə edə bilər ki, ümumiyyətlə belə sahəyə fal kimi yanaşan insanlar da olur. Ya da fal metodu ilə yanaşan insanlar da olur. Tarot kartı istifadə edir, kartları açır və hiss olaraq nə hiss edirsə, hansı simvolu görürsə, onun üstündən bir yorum qatır. Şəxsi yorumunu. Öz hisslərinə dayanaraq rəy bildirir. Amma tarotu oxuyanda, tarotu tarot kimi istifadə edən və yaxud da tarotu şüuraltı oxumaq üçün istifadə edən insanlarsa, tarotun simvollarına əsasən və mənalarına əsasən rəy bildirirlər. Yəni, fal baxan bir insan, məsələn, bu karta baxıb, məsələn deyirəm, sənə qırmızı, nədir bu belə? Görün, bunun nə var? Məsələn, əlcəkdən yola çıxaq. Əlcəyə baxıb, məsələn, sənə addım atacaq olan insan əlcək geyinə bilər və ya əlcək sevə bilər deyə bilər fal baxan insan. Amma tarot oxuyan insan, bir insanın sənə bir addımı ola bilər və yaxud da sən özün daha canlı və coşqulu ola bilərsən deyə bilər. Yəni, kartın mənası ilə sizə məlumat verə bilər. Və yaxud da sən özün daha coşqunsan bu dönəmdə deyə bilər, əgər sizin şəxsi şüuraltınızı oxuyursa. Və yaxud da bu dönəmdə daha atak ol deyə bilər, addımlarına diqqət et deyə bilər, birdən-birə coşqulu bir şəkildə hərəkət etmə, daha diqqətli ol deyə bilər. Bu, təbii ki, kartların kombinasiyasına görə dəyişir. Məsələn, fərqli kartlar yan-yana gələndə, kartın ifadə etdiyi məna digər kartla harmoniya təşkil edir. Və bunun əsasında biz sizə rəy bildiririk. Elə buna görə də şəxsi açılımlar sizə daha çox yol göstərir. Və yaxud da hər kəsin individual yanaşımı, hər kəsin individual seansı olur. Başqa sizə nə deyə bilərəm? Siz özünüz əgər falla əlaqəli maraqlanırsınızsa, sadəcə fal istəyirsinizsə,
Ki, bu demək deyil ki, falcılar məsələn pisdir. Mən bir səhv edirdim, boynuma alıram. Tarot oxuyanda düşünürdüm ki, fal pis bir şeydir. Halbuki hər kəsin öz sahəsi var və o sahədə həm yaxşı, həm də pislər var. Və bunun ayırdığını etmək də tamamilə sizə qalır. Və ya sizə uyğun olub olmadığını ayırd etmək də sizə qalır. Bəzi insanlar var ki, fal sahəsində o qədər yaxşıdırlar ki, dedikləri bir-bir çıxır. Öngörü şəklində əgər bir seans istəyirsinizsə. Amma siz daha çox daxili vəziyyətinizi, daxili durumunuzu, psixolojik vəziyyətinizi anlamaq istəyirsinizsə və ya ətrafınızdakı ehtimalları görüb dəyərləndirmək istəyirsinizsə, bu yönlü bir rəhbər seçməyiniz sizin üçün daha uyğun olar. Və tarotda, tarot kartlarında simvollar olur. Bu simvollar əsasında məlumat sahibi oluruq və bu hər kartın bir mənası olur. Bu kartların mənası əsasında da biz sizə bir seans təqdim edirik və yaxud da mən və mənim kimi insanlar nəzərdə tuturam. Və yaxud da kartlar dedimi harmoniyadan bəhs elədim. Məsələn, önümdə bunlar vardı. İkisi bir yerdə fərqli oxuna bilər, amma bir araya gəldiyində fərqli şəkildə oxunur. Və yaxud da tarotda rəqəmlər var. Məsələn, burada 10 yazıb, burada da 10 yazıb. Baxın, 10 rəqəm. Ədədə olur əslində 10, amma olsun. Rəqəmlər, sayılar eynən. Düzgün tutdum. Həm ədəd, həm də rəqəm eyni anda sayılır. Deməli, bir gözəl kart seçək, onun üstündə sizə izah edeyim. Məsələn, burada bir tılsım onlusu var. Hər kəs buna fərqli şəkildə səslənir. Tılsım, para. Azərbaycan dilində pentakl olaraq tərcümə olunur. Sadəcə bilirsiniz də, bizdə tarot baxan və yaxud da fal baxan insanlar simvolları rus dilində və ya türk dilində oxuya bilirlər ki, mən də türk dilində oxumaq tərəfdarıyam. Çünki məlumatı daha çox bu formada əldə etmişəm. Oxuduğum kitablar olsun, PDF-lər olsun və yaxud da internetdən öyrəndiyim mənbələr olsun, türk dilində olub. Və mənim ağzıma daha çox yatır. Baxın, bu bir tarot kartıdır. Burada simvollar var. Bunun sayı var, ətrafda insanlar var. Burada bir ağa, ağsaqqal var, ağbirçək var. Məsələn. Və yaxud da itlər var, sədaqəti və dostluğu təmsil edir. Məsələn. Və burada pentakllar var. Bu arada bu pentakl səhv eləmirəmsə, tam dəqiq məlumat sahibi deyiləm. Yanlış məlumat ötürməyim və yaxud da əmin olmadığım məlumatı. Pentaklın formatı kök mənasına gələn bir simvolla da bağlıdır. Yerləşdirilməsi indi fərq elədim. 6 ildir fərq eləmirdim, indi görəndə fərq elədim. Və biz bunlar əsasında rəylər bildiririk. Amma fal baxan insanlar bu simvollar əsasında öz şəxsi rəyini və ya hissiyatını bölüşür. Başqa 78 kartın strukturu. Deməli, tarot dəstəsində mən yanıma 2 dəstə almışam, hansı ki ikisi də eyni dəstədir. Biri belədir, yəni ki hamısını bir yerə yığmışam. Biri də ki kartları ayırmışam ki sizə axtarıb bir-bir kartları belə baxmayım. Bir dəqiqə, deməli 78 kartın strukturu olur. Bu strukturda biri major arkanadır, hansı ki, baxın, bu arkana, arkanlar. Bu kartlar əsas kartlar, 22 olur, 22 ədəd. Və minor kartlar. Minor kartlar, baxın, burada məsələn var minor kartlarımızda. Bunlar dəyinik üçündür, minor kartlar. Bunlar qılınc üçündür. Minor. Dəstəkləyici kartlar. Bunlar bardaq, qədəh üçündür, kupa üçündür. Və bunlar da pentakl və yaxud da tılsımlar üçündür. Dəstəkləyici kartlar bizə durumu ətraflı şəkildə anlamağa və yaxud da dəyərləndirməyə kömək edir. Daha detallı şəkildə görməyə, durumun nə olduğunu anlamağa kömək edir. Amma major arkanalar əsas kartlar olur
və bunlar hər hansısa bir basqın enerjini təmsil edirlər. Hər kəsinki, hər kartınki fərqlidir deyə bu formada ifadə edirəm. Və dəstənin içərisində bəylər və xanımlar var. Bunlar bəylərdir. Dəyənək bəyi, qılınc bəyi, qədəh bəyi, Azərbaycan dilinə tərcümə edirəm, və tılsım bəyi. Bu, insanların xarakteristikasını oxumaqda bizə kömək edir. Məsələn, minimum şəkildə izah edeyim. Təbii ki, kartları zamanla sizlə bölüşəcəm. Bunları hissə-hissə bölüb ifadə edəcəm. Amma həm sizə yorucu olmasın, həm mən yorulmayım. Dəyənək kralı məsələn daha canlı bir kraldır və ateş elementinin kartıdır. Daha cəsur, daha coşqun, daha əylənməyi bilən və əyləndirən, əyləncəli hallardan zövq alan birini təmsil edir. Daha atak, addımını bilən və ya arzularını bilən və bunun arxasınca gedən bir insandan bizə bəhs edir. Özündən əmin bir insandan bəhs edir. Məsələn, qılınc bəyi, qılıc kralı, krallardır bunlar. Qılıc kralları, məsələn, daha mükəmməliyyətçi və daha məntiqli davranmağa çalışırlar. Və öz məntiqləri əsasında davranırlar və soyuqqanlı olurlar, məsafəli olurlar. Məsələn, kupa kralı daha duyğusal olur və emosional olaraq bağlanır və sevgisini və yaxud da hisslərini tam olaraq ifadə etməkdən çəkinir bəzən. Və yaxud da dərin şəkildə bağlanır, sevir bir insanı sevəndə. Və tılsım kralı sevəndə də, dəyər verəndə də bunu material şəkildə ifadə etməyi sevir. Məsələn, bir insanı sevirsə, ona əşyalar alır. Bir insanı sevirsə, onun üçün əmək verir, hər şeydən qabaq. Və bir insanı sevirsə, dəyərini önəmsir və ona dəyərli olduğunu hiss etdirir. Bu insan, məsələn, kupa kralı. Hisslərini ifadə edər. Sən bilərsən ki, bu insan səni sevir. Hər gün deyər ki, səni sevirəm, ürəyi gedər səndən yana və bunu ifadə edir. Emosional olaraq sənə yaxşı gələr. Amma eyni zamanda da, məsələn, bəzən maddiyyatı verməkdə bəzən çətinlik çəkə bilər. Amma tılsım kralı elədir ki, sənə hər gün səni sevirəm deməz, amma əməyi ilə və yaxud da addımları ilə əmin eləyər ki, o səni sevir. Hər kəsin özünə məxsus məlumatı var. Yəni, hər kartın özünə məxsus mənası var. Bunu sizlə gələn videolarda bölüşəcəm. Burada, məsələn, kraliçalar var. Bu kraliçalar, məsələn, bu da həmçinin coşqulu, özünü bilən bir qadındır. Məntiqli və soyuq bir qadındır. Öz ağlı kəsəni eləyir, öz məntiqinə yatanı biznes womandır. Eyni, bu da biznes womandır mənim üçün. Baxın, mənim üçün dedim. Hər kəs üçün kartların mənası fərqli olur. Mən öz məlumatlarımı deyirəm, faktları deyirəm və yanaşımım, şəxsi yanaşımım olanda bunu bəlli edirəm ki, biləsiniz. Bu mənim şəxsi öngörümdür, şəxsi yanaşımımdır. Məsələn, bu həm seanslarda, həm də burada belədir. Burada kupa kraliçəsi var, kupası deyirəm çaşıb. Kupa kraliçəsi daha duyğulu, daha uşaqsı bir enerjini təmsil edir, uşaqsı bir enerjidə olan xanımı. Tılsım kraliçəsi isə mənə həmişə nənə enerjisi verir. Daha oturaqlı, daha yetkin, daha ağbirçək, daha nə etdiyini bilən, daha işinin başında bir enerjidən bizə bəhs edir. Məsələn, burada bir dəqiqə prensləri göstərdim sizə. Yox, prensləri göstərməmişəm. Burada prenslər var. Kiçik addım atan enerjilər, elçilər. Bunlar hər hansısa bir enerjinin xəbərçisidirlər. Məsələn, kiçik addımları göstərir, daha maraqlı şəkildə addım atır, marağı olan bir insana. Daha fikrini bəlli etmədən addım atır, bəzən yalan kartı mənasına belə gəlir və yaxud da ideyaları olur, fərqli ideyalara sahib olur və nəzərə alın ki, kartların həm pozitiv mənaları var, həm də negativ mənaları var. Bir kartın həm yaxşı, həm pis mənası var və bunu bilməyinizi sağlayan əsas faktor onun ətrafında, yanında çıxan kartlardır. Biz o kartlara baxaraq ümumi şəkildə durum dəyərləndirməsi aparırıq. Və o zaman kartın pozitiv tərəfidirmi, yoxsa negativ tərəfidirmi anlaya bilirik. Və nəzərə alın ki, kartların düz və tərs yönləri olur, mənaları olur. Amma sizə onu deyərdim ki, mən düz şəkildə oxumağın tərəfdarıyam. Tərs düz eləyəndə istər-istəməz mənalarını ya unuda bilirsiniz,
ya qarışdıra bilirsiniz. Bəzən oxuma qarışır. Mən hər zaman düz şəkildə kartların oxunmağının tərəfdarıyam. Kartlar belə tərs şəkildə çıxsa belə. Bir kart durduq yerdə tərs şəkildə çıxırsa, o zaman artıq mən onun tərs məlumatını da düşünürəm, mənasını düşünürəm ki, görəsən bunu mu demək istəyir və ya kart bəzən yerində fırlanır məsələn. O enerjinin alababat olduğu mənasına gəlir. Kartları hissləriniz əsasında və yaxud da öz intuisiyanızla bircə oxumağınız sizə daha gözəl bir açılım vəd edəcək. Məsələn, bu insan səmimi şəkildə addım atmaqdan, mehriban addım atmaqdan çəkinmir, çox yaxşı insandır. Amma eyni zamanda da yaxşı insandır. Çox da güvən verməyə bilir, çünki hissləri yarana bilir digər insanlara qarşı. Amma məsələn, biz açılımda bir insanın yaxşı niyyətli olduğunu görürsə, bir dəfəlik bu insanın da sizə qarşı səmimi hissinin, kiçik addımının, marağının yarandığını bilirik. Tanrım, yoruldum. Sonra burada tılsım prensi var. Tılsım prensi isə kiçik-kiçik addımlar atan və dəqiq addımlar atan bir elçidir. Sonra burada şövalyelər var. Mən sizə bayaq göstərdiyim bəylər var idi. Bunlar əslində krallardır. Bunu da izah edeyim. Dediyim kimi, özümü sıxmıram, məsələn, bu mükəmməl şəkildə danışım falan. Sadəcə həm içimdən keçən məlumatları sizlə bölüşüm. Həm siz məlumat sahibi olasınız, həm də mən fikir sahibi olum, fikir ötürüm, sizin fikirlərinizi görüm. Bunlar şövalyelərdir. Məsələn, daha ağırqanlı və özündən əmin anlamına gəlir. Daha səmimi və içdən mənasına gəlir. Bu kart çıxanda çox sevinirəm, çünki səmimi söhbətlər olur. Ağatlı prensdir bu. Bu daha düşünmədən höl addım atan bir kartdır. Daha təmkinli olmadan addım atır. Bax, bu tamamilə ehtiyatlı addım atır və dəqiq addım atır. Dama göl olar kartıdır. Kiçik-kiçik addımlar atar, axırda da böyük bir nəsə əldə edirsən bu insandan. Məsələn, bu insan daha duyğusal, emosional səni təmin edir. Amma bu insan ya həddindən artıq çox coşqulu olur, anlıq olur, bəzən impulsiv ola bilir və bəzən əsəbi ola bilir, aqressiv ola bilir. Fərqi yoxdur, aqressiya yaxşı yöndəndir və ya pis yöndəndir. Və bu da daha coşqulu bir insan təmsil edir və ya daha coşqulu bir enerjidən bəhs edir. Təbii ki, kartlar sənəmi oxunur, yoxsa münasibət üçün mü oxunur, sağlıq üçün mü oxunur? Ki, bunun üçün mən özümə eləyirəm, yəni başqa adam eləmirəm, sağlıqla bağlı sıkıntı qardeşim. Və təhsil üzrə mi oxunur? Bunların hamısı mənası o mövzu əsasında formalaşır. Başqa sizə nə deyə bilərəm? Tarotun 4 elementi olur, bundan bəhs elədik. Rənglər. Baxın, mənim tarot dəstəmdə hamısı demək olar eyni rəngdədir. Məsələn, klassikdir, klasik olaraq əsas major arkanalar və yaxud da minor arkanalar. Bunların fərqli rəngləri olur normal tarotda. Məndə orijinal deyil, məndə bu formatıdır deyə. Baxın, məndə olan budur. Hətta digərinənki də var. Korobka. Burada daha sərgəli qalır. Və kartlarınıza diqqət eləmək istəyirsinizsə, diqqət yetirmək istəyirsinizsə, sərgəli qalsın istəyirsinizsə, kartlarınızı əllərinizi yuyaraq toxunun, masanı tamamilə silin və mən kartlarım kirlənməsin deyə bu metoddan istifadə edirəm. Bir parça sərirəm. Bunu bəzi insanlar edir, bəziləri isə etmir. Tamamilə sizin öz seçiminizlə bağlıdır. Mən şəxsən buna önəm verdiyim üçün bir dəqiq dəstələri balaca götürüb kənara qoyuram. Sərirəm. Çünki istəyirəm ki, sərgəli qalsın. Və bunu da yuyuram sonra, məsələn, biraz kirlənən kimi. Çünki kartlarımın çox kirlənməyini istəmirəm. Və diqqət eləyəndə kartlarınız gec kirlənir. Və bunları da internetdən əldə edə bilərsiniz. Yəni, internetdə paylaşılır. Altar olaraq, altarın örtüyüdür bu elə bir. Altar örtüyü olaraq axtarsınız, taparsınız deyə düşünürəm. Hətta mən direkt altar da yazıram, çıxır yəni. Başqa nə deyəcəkdim mən sizə? Dəqiqə bunları yığım. Fərq eləmişsizsə, daha
dincinəm, enerji olaraq daha stabiləm. Rənglərdən bəhs eləyirdim, üzrü sayın, fikrim getdi. Rənglər, məndə klassik dəstə deyil deyə, əsaslı dəstə deyil deyə, məndə bir fərqli formatıdır deyə, rənglərlə bağlı sizə pek məlumat verə bilməyəcəm. Amma onu deyə bilərəm ki, tarotdakı rənglər də mühüm rol oynayır. Məsələn, baxın, əlimdə bu dəstə var. Bu dəstədən yola çıxaraq sizə göstərə bilərəm. Başa düşəsiniz nə demək istədiyimi. Rənglər əgər solğundursa, daha soyuq rənglərdirsə, bu o kartın enerjisinin və yaxud da o kartın mənasının daha solğun olduğu barəsindədir. Amma daha canlı, daha gözəl rənglərdirsə, bu daha çox gözəl yeniliklər və yaxud da pozitiv və yaxud da inkişafla əlaqəli məlumat verir bizə. Məsələn, bax bu olar. Bunu ayırım kənara, bir dənə də bunu ayırım. Məsələn, baxın, burada bu da klassik tarotdur, fərqli formatıdır sadəcə. Baxın, burada məsələn, gör necə rənglidir dəstə. Dəstənin kartı gör necə rənglidir. Hər simvol fərqli və canlı rəngli işlənib. Və sarı rənglər əsasında, burada rənglərin mənası var. Tarotda da bunu istifadə edə bilərsiniz. Məsələn, sarı canlılıq mənasındadır. Bax, burada da onu görürük biz. Bir də eyni zamanda ərmiş kartına baxın. Ərmiş kartı necə solğundur və yaxud da necə qaranlıqdır rəngi. Siz əgər tarot öyrənmək istəyirsinizsə, sizə ilk başda ən uyğun gələn tarot dəstəsini seçin. Amma mən deyərdim ki, klassik tarotunuz mütləq şəkildə olsun. İlk başda bir klassik tarotunuz olsun sizin. Siz o klassik tarot üstündən öyrənin ki, digər kartlarda, kartları tanımaqda çətinlik çəkməyəsiniz. Kartları müşahidə edin. Əgər kartlar haqqında fikir sahibi olmaq, onları tez öyrənmək istəyirsinizsə, kartları müşahidə edin. Məsələn, atıram, minimumunu göstərim. Hər mövzu ilə bağlı kiçik bir tarot kartı göstərirəm ki, məlumat sahibi olasınız. Məsələn, bu insana baxın. Bu insan neynəməyə çalışır hal-hazırda? O, dəyənəklər var və bunları toplamağa çalışır. Əmək var, əmək verir və çətinliyin öhdəsindən gəlməyə çalışır. Yəni, biz əgər bir sual soruşmuşuqsa, məsələn, sual nə olsun? İş həyatı ilə əlaqəli bir sual soruşduq və sualda bu formatda bir kart çıxdı, bu enerjidə bu kart çıxdı açılımımızda və bizə maraqlıdır ki, bizim elədiyimiz açılımda bu kartın mənası nədir? Demək ki, siz iş həyatında əməyinizi verirsiniz, amma bu əməklər ya çox çətinliklə sizə başı gəlir, məsələn, sizi yorur bunlar və yaxud da məntiqli cümlə qurmağa çalışanda daha da məntiqsiz cümlə qururam. Allah səbir. Hər kəsin danışıq dili var da, mən də gələk sürətli danışım, daha əyləncəli deyə gülə-gülə danışım. Daha sadə danışanda daha belə saçmalayıram. Nəysə, ağırlıqdan bəhs edirdik, əməkdən bəhs edirdik. Yoruldum. İş həyatında bu sizin gücləndiyiniz mənasına gələ bilər, həddindən artıq çox yorulduğunuz mənasına gələ bilər və yaxud da məsuliyyətləri daha çox götürdüyünüz və bunun sizin yorma ehtimalının çox yüksək olduğu anlamına gələ bilər. Demək ki, iş həyatınızda həddindən artıq çox yorulursunuz. Kartlara baxın, nə hiss edirsiniz, nə düşünürsünüz, onu ələ alın. Məsələn, bilirsiniz, sizə bir kart göstərim, əsas kartlardan biri. Məsələn, yıkılan kule. Gəlin bu barədə danışaq. Yıkılan kule gördüyünüz üzrə bir çöküş kartıdır. Amma bəzi insanlar yıkılan kuleni yaxşı şəkildə görür. Deyin, niyə? Çünki yıkılan kule bir anda olan bir şeylərdən bizə şok etkisi verəcək bir durumdan bəhs edir. Durduq yerə bir şeylər olur. Bax, məsələn, bu mənaya gəlir. Və bəzi insanlar bu kartı yaxşı şəkildə görür. Deyir ki, mən yıkılan kule kartını sevirəm, çünki o birdən-birə baş verən durumların xəbərçisidir və ya transformasiya və yaxud da şəfalanmaqla bağlıdır. Və nəzərə alın ki, bu kartın yapıcı tərəfi, pozitiv tərəfi onsuz da bu mənanı daşıyır. Eyni zamanda da güclü yıkım və birdən-birə çöküş mənasına da gəlir. Bir əmək verdiyiniz durumun, halın çökməyi mənasına da gəlir. Deməyə çalışdığım odur ki, kart sizdə nə təəssürat yaradırsa,
Əsas onu ələ alın. Bir kart sizdə çox yüksək, yaxşı təsəvvür yaradırsa, amma onun mənası pisdirsə, demək ki, sizə daha pozitiv şəkildə təsir edəcək bu kartın çıxışı. Və yaxud da, məsələn, bəzi insanlar deyir ki, mən bu kartdan tutaq deyirəm də indi. Mən bu kartdan çox yaxşı enerji alıram, amma bu mənası fərqli şəkildə çıxır. Mən hansını ələ alım? Sən oradakı mənasını ələ al, amma ilk öncə öz hisslərini və öz şəkillə əlaqəli düşüncəni nəzərə al. Çünki o sənin yaddaşında, bilinçaltında yaxşı şəkildə yerləşib. Və kartlar səninlə danışanda, sənə enerjilər göstərəndə, axı sən onu yaxşı şəkildə ağlında tutmusan. O sənə yaxşı şəkildə görsənmək üçün gələcək. Əgər hal yaxşıdırsa və səni şəfalandıracaq durumlara bu gələcək. Amma desən ki, məsələn, mən nə zaman bilim ki, bu pis mənadadır, işte bunu da digər kartlarla yan-yana olanda biləsən. Və zamanla fərq edəsən, oxumalarla. Niyyət qoymaq. Aslında bir açılımdan yararlanmaq istəyirsinizsə, özünüzə açılım eləmək istəyirsinizsə, kartlar gəldi əlinizə, belə-belə qarışdırırsınız. Düşünürsünüz ki, bu arada kartları necə qarışdırırsınız, onu da göstərim. Əlinizi belə tutun. Bax, kartı rahat tutmağınızı daha çox önərirəm. Belə də tuta bilərsiniz. Mən bəzən belə də tuturam. Gözümü düzəldim. Altından baş barmaqla, üstdən 2 barmaqla və ya 1 barmaqla. Mən bəzən belə eləyirəm, bəzən belə eləyirəm, bəzən belə eləyirəm. Məsələn, dəyişir. Bunu da belə tutun. Hər kəsin fərqli tarot qarışdırma tipi var. Amma məndə budur. Kartı öndən alın və arxaya doğru yavaş-yavaş səpələyin. Və baş barmağınızla kartlarınızı tutun. Bu zamanla sizdə oturacaq olan bir mexanizmdir. Əliniz alışacaq. Kartları belə-belə qarışdırmayın. Kart adlı kupa kralı. Kartları belə sərt şəkildə qarışdırmayın. Kartı qarışdırarkən özünüzə, bu arada bunu da əlavə olaraq deyim, son 3 dəqiqə sonra videonu bitirəcəm, çünki yoruldum. Məncə yeteri qədər məlumat verdim. Kartları qarışdırarkən ilk başda sizin mudunuzun düzgün, yaxşı olmağı, stabil olmağınız önəmlidir. Əgər içiniz çox narahatdırsa, çox pis hiss edirsinizsə, cavabına baxın, heç bir şəkildə düzgün cavab almayasınız onunla bağlı. Sualınızla bağlı düzgün cavab almayasınız, %90 almayasınız ya da %95. Niyə? Çünki siz narahatsınız. Doğru cavab almaq istəyirsinizsə, daha uyğun, daha rahat şəkildə olmalısınız. Və bunun incəliklərindən sizə digər videolarda bəhs edəcəm. Sadəcə özünüzün ahəngli və normal olmağınız, ahəngli, stabil, enerji olaraq yaxşı olmağınız daha yaxşıdır. Tarot açılımlarını mən, məsələn, çox mükəmməl olanda da, çox pis olanda da eləmirəm. Niyə? Çünki çalışıram o balansı qoruyam ki, normal dəyərləri dəyərləndirə biləm. Kartları görəndə düzgün şəkildə oxuya biləm. Təsəvvür edin ki, siz bu dəqiqə narahatsınız və narahat halda bir açılım edirsiniz. Açılımda nə qədər bilinçli olursunuzsa olun, nə qədər istəyirsinizsə istəyin. Əgər narahatsız və ya pessimistsizsə, bu kartı siz negativ şəkildə görəsiniz. Doğrudan YouTube belə xoşlamırdı. Ayda da. Başqa kart göstərim. Nə kartı göstərim məsələn? Kart çıxmadı qabağıma. Bir daha kart seçim. Yadıma düşdü məsələn. Xəyal qırıqlığından bəhs edərkən, tam da narahatlıqdan bəhs edərkən, pessimist olduğunuz zaman bu karta baxdığınızda ilk düşünəcəyiniz şey ümidsizlikdir. Çünki onsuz da bu kart bizə ümidsizlikdən bəhs edir və xəyalların gözlədiyimiz şəkildə getmədiyindən, işlərin gözlədiyimiz şəkildə getmədiyindən, xəyalların da istədiyimiz kimi reallaşmamağından bəhs edir. Və siz pessimist olsanız, narahat olsanız, birinci bura, itirdiklərinizə fokuslanasınız. Bu da tam olaraq düzgün, obyektiv bir açılım olmayacaq və ya oxuma olmayacaq. Amma nəzərə almalısınız ki, axı burada sizin digər seçənəkləriniz də var. Demək ki, məsələn, pozitiv olanda, daha yaxşı, normal, stabil olanda, bunu mənim fürsətlərim var, tamamilə əldən heç nə getməyib. Əldən gedən olsa da, mənim digər ehtimallarım və ya necə deyim, ruh durumum da var.
Amma pessimist olanda düşünəsiniz ki, mən hər şeyi itirmişəm əşiyi deyə və yorumlaya bilməyəsiniz. Bəlkə də həmin an bu kart yaxşı mənada çıxıb. Amma siz onu görə bilməyəsiniz. Bunu deməyə çalışıram. Kartları açarkən, bunu da əlavə edeyim. Kartları açarkən hər kəs fərqli və özünə uyğun şəkildə kartları alır. Tarot kartından çoxlu kart almaq olmaz. Bir dəstədirsə, bir sual vermisinizsə, məsələn, atıram 20-30 dənə kart çəkmək tam olaraq düzgün deyil. O enerjini tam olaraq anlamamağınıza səbəb ola bilər. Açılım edəndə mən deyərdim ki, 3 ilə başlayın, 3 kart çəkin. Məsələn, 1, bu formada qoyun yerə. Baxın, kupa ikilisi çıxıb. Bax, bu formada. Yəni ki, üstü örtülü biz görməyəcəyimiz şəkildə. Baxın, buraları eyni, daxı görmürsünüz hansı kartı. Bu oxumanızı daha düzgün edir. 2 və 3. Sualınız əsasında məsələn, kartlar çıxır və siz fırladırsınız. 3 kartı çəkəndən sonra fırladın. Və bu formatda bir oxuma başlayın. Zaman özünüzə uyğun olan sistemi tapasınız və tarot açılımı etmək üçün fərqli deməli, açılımlar da var nümunə olaraq. Məsələn, kəlt açılımı var, ən çox bilinen açılım. Joker açılımı var, seçim açılımı var, münasibət açılımı var, Leonardo da Vinci açılımı var, səhv etmirəmsə, qapı açılımı var, məsələn. Və hansı sistem sizə daha çox uyğun gəlirsə, o formatda açılım eləməyiniz daha yaxşı olar. Əlavə olaraq onu deyim ki, mən hər hansısa bir açılım metodundan istifadə etmirəm, şəxsi metodumu gelişdirmişəm. O formatda gedirəm. Məsələn, mən klassik dəstəni açıram 5 ədəd, altına da Oracle çəkirəm. Oracle isə dəstəkləyici kartlardır. Məsələn, Oracle göstərim sizə. Bu dişil enerji dəstəsidir, iyiləşdirici kəhanət kartları. 48 kart və rəhbər kitab. Bu Oracle və dəstəkləyici dəstədir. Bu sizin seçdiyiniz kartın hansı mənada işləndiyini, ora nə formada, hansı enerjidə çıxdığını, hansı mənada çıxdığını asanlıqla göstərən bir dəstədir. Bir dənəsini çəkdin, altına bunu çəkirsən. Və bu sənə bu kartla, məsələn, uyumunu göstərir. Oxuma edəndə bunun hansı mənada olduğunu bilmirsənsə, bu dəstəkçidən kömək ala bilirsən. Və ya bu kartı görürsən, okey, mən yoruluram, bəs səbəb nədir və yaxud da bununla əlaqəli əlavə mənə nə deyə bilərsən dediyimiz zaman, mən bu formada çəkirəm, baxın, belə. Dəstəkləyici olaraq. Deməkdir ki, məsələn, bu kart çıxan kart, bilgilərin eş zamanlılıqları, yaşam tarafından iletilən mesajlara diqqət et. Bunlar təsadüf deyil, hər şey planlı. Baxın, bu dəstəkləyici bizə göstərici bir kartdır. Bununla bir yerdə çıxanda o deməkdir ki, əgər çox yorulursansa, bu təbii ki, mənim şəxsi yorumlamamdır. Əgər çox yorulursansa, əgər çox məsuliyyət götürmüsənsə, diqqət et. Hər şey birdən-bir olursa, diqqət et. Bunlar sənin üçün mesaj ola bilər. Sənin doğru yolu tapmağın üçün və ya sənə xidmət etməyənləri fərq etməyin üçün. O nə səsi idi? Bu qədər. Bugünlük deyəcəklərim bu qədərdir. Ümidvaram ki, məlumat verə bilmişəm. Bu video ilə əlaqəli düşüncələrinizi, fikirlərinizi sizin rəylərdə gözləyirəm. Və bir baş ağrısı girdi mənə. Başım dəhşət ağrıyır. Başım sancır. Buram sancır. Əlavə olaraq da pəncərələrim, qapılarım açıq deyil və istidən boğulmaq üzrəyəm. Bəlkə də oksigensiz qaldım. Kartlarımı yığışdırım. Bu videoların davamlılığının gələcəyini sizlə bölüşmüşdüm. Sizi nə maraqlandırırsa tarot haqqında soruşa bilərsiniz. Və nəzərə alın ki, bu mənim tamamilə şəxsi tarota qarşı yanaşımımdır, sizlə bölüşürəm. Yəni, mən burada eləməyə çalışdığım şey internetdə yazılan bütün məlumatları sizə hərfə-hərfinə, əzbər şəkildə, qrammatik şəkildə ifadə eləmək deyil. Nəzəriyyə şəklində bunu deməyə çalışıram. Burada eləməyə çalışdığım şey sizin mahiyyəti anlamağınızdır, dərk eləməyinizdir. Bunun daha tez öyrənməyinizə kömək edəcəyini düşünürəm.
Sağ olun, salamat qalın. Düşüncələrinizi rəylə yazmaqdan çəkinməyin. Görüşək.